Vəhy 5-ci fəsil. Möhürlü tumar və quzu. Mən taxta oturanın sağ əlində bir tumar gördüm ki, onun hər iki tərəfi də yazılmışdı və 7 möhürlə möhürlənmişdi. Həmçinin gördüm ki, qüdrətli bir mələk uca səsindən elan eləyir. Tumarın möhürlərini qırmağa və onu açmağa kim layiqdir? Amma nə göydə, nə yer üzündə, nə də yer altında bir kəs bu tumarı açmağı yaxud onun içinə baxmağı bacarmadı. Mən çox ağladım. Çünki tumarı açmağa yaxud onun içinə baxmağa layiq olan bir kəs tapılmadı. Onda ağsaqqallardan biri mənə dedi, ağlama. Budur, Yəhuda qəbiləsindən olan Aslan, Davudun kökü qalib gəlib. Buna görə də o, tumarı və onun 7 möhürünü aça bilir. Gördüm ki, taxtla 4 canlı məxluqun ortasında və ağsaqqalların arasında bir quzu dayanıb. O sanki kəsilmiş vəziyyətdə idi. Onun 7 buynuzu və 7 gözü var idi ki, bunlar da bütün yer üzünə göndərilmiş Allahın 7 ruhudur. Quzu yaxınlaşıb taxta oturanın sağ əlindən tumarı götürdü. O, tumarı götürdüyü zaman 4 canlı məxluq və 24 ağsaqqal quzunun önündə yerə qapandı. Hər birinin əlində çəng var idi və buxurla dolu qızıl nimçələr tuturdular ki, bunlar müqəddəslərin dualarıdır. Onlar yeni bir nəğmə oxuyaraq deyirdi. Sən tumarı götürüb onun möhürlərini qırmağa layiqsən. Çünki sən kəsildin və hər tayfadan, dildən, xalqdan və millətdən olanları Allah üçün öz qanın bahasına satın aldın. Onları Allahımızla birgə padşahlığa və kahinliyə şərik elədin. Onlar da yer üzünə padşahlıq eləyəcəklər. Taxtın, canlı məxluqların və ağsaqqalların ətrafında saysız hesabsız mələk gördüm və onların səsini eşitdim. Onlar uca səslə deyirdi. Kəsilmiş quzu qüdrəti, sərvəti, hikməti, qüvvəti, şərəfi, izzəti və alqışı almağa layiqdir. Həmçinin mən göydə, yer üzündə, yer altında, dənizdə olan bütün məxluqların və oralardakı bütün varlıqların belə dediyini eşitdim. Taxta oturana və quzuya əbədi olaraq alqış, şərəf, izzət və qüdrət olsun. 4 canlı məxluq da amin deyirdi. Onda ağsaqqallar yerə qapanıb səcdə elədilər.